Salam əzizlər, mən Hüseyin Qulzadə. Kim yatıb, kim var gecə veşindən hamınızı salamlayıram. Hər vaxtınız xeyir olsun. Bugün verilişin... Ağzımı için çəksən, sana bırak kameraman olmuş, biraz oyanlıq çəksən. Bugünkü verilişimiz birinci verilişimizdən daha maraqlı olacaq. Yəni birinci bölümdə nə tər qəşəng zarafatlar getdi, gördünüz ya, yəqin ki. Bu bölümdə ondan da qəşəng zarafatlar biraz o yana getdi. Bu sözümü danışım, orada cəmaət izləyir axı. Bu da nasıl? Bugünkü bölümdə qəşəng zarafatlar olacaq. Yəni həqiqətən sizin də xoşunuza gələcək, əminəm bundan. Ona görə indi izləmədə qalın. Verilişimizə hətta önəmli bir Allah, bunlara görə biz işləyə bilmirik. Bir də maaş veririk sənə, onu lap yanıb tökürlər. Ayda göd olmayacaq hə? Göd də əsəbləşdirmə. Hamınıza söz verirəm ki, bu verilişimiz əvvəlkindən daha da maraqlı olacaq. Və sizdən xahişim odur ki, izləmədə qalın. Çünki çox maraqlı keçəcək də. Biraz baücəyi neçənci 5-6 mən saymayı buraxdım ha. Getdi hə, aysa. Çünki həqiqətən də çox maraqlı olacaq, onu da deyim. Yəni indi çağırdığım insan çox belə zarafatçı adam da, öz aramızda danışıb edirik də arada bir. Yəni qəşəng zarafat deyim, mən özüm tək belə gecə yarısı məsələn yatanda yadıma düşür onun zarafatları, ona belə gülürəm o dərəcədə. Bura gələndə də hamımızı güldürəcək, əminəm mən ona. Çox yaxşı adamdır. Bəsdir, ayda, bax. Bir də olmasın da, xahiş edirəm, çıx get buradan. Biraz oyanlıq çək. Aysa ola, get. Əzizlər, bizim çox tanınmış qonağımız indi buradadır. O qədər bilgiyə sahibdir ki, yəni istənilən suala cavab verəcək. Yəni rahat bir insandır. İndi sizin də alqışlarınızla onu bura dəvət etmək istəyirəm. Buyursunlar. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Salamlayın izləyicilərdən tutulmasa. Bizi izləyən hər kəsi salamlayıram. Axşamınız xeyir olsun. Buyurun, mən bura çağırmadım, məqsədiniz nədir? Sizə bugün çox maraqlı suallar verəcəyik. Hətta sualları ki hazırlamışam, yəni hazırdır. İstəyirsə başlayaq. Buyurun. Əzizlər, çox dərin mənalı suallar hazırlamışam. Elə birincisinə istəyirəm başlayayım. Deməli, möhtərəm gözəl müəllim. Buyurun. Qar yağır ha. İndi qar yerə düşdü də, düzdür, nə qalınlıqda oldu. Niyə əriyir? Annəsin sualın başını bırakın. Onda keçək ikinci sualımıza. Əzizlər, indi ikinci sualımıza keçdik. Mən bu ikinci sual üstə hər yerdə araşdırmışam da, yəni tapmaq olmur. Mənə çox maraqlıca, gecələr yuxuma girir o dərəcədə. İkinci sualım gəlir. İndi biz insanlar yemək yeyirik də, düzdür? İndi o yemək hara gedir, hara yoxa çıxır, yəni nə olur o yeməklər? Burada ayıb pis yerlərə yozmayın. Yəni mən elmi cəhətdən deyirəm, yəni nətər yoxa çıxır ki? Bildim, insanlar var, yaxşı, uşaqlar da var. Yox da, indi Onun bax, o sualı keçsən. Aday neyini? Onda keçək üçüncü sualımıza. Keç. Sinan müəllim, üçüncü sualımı deyirəm indi sizə. Buyurun, sevmədim. Bu üçüncü sual həqiqətən də çox çətin və dərin mənalı sualdır. Mən şəxsən inanmıram Sinan müəllim onu tapar. Amma yenə də deyirəm, bəlkə tapdı. İndi məsəl üçün biz saatlıq olaraq xiyar alırıq da, doğrayırıq, yeməyə qatırıq və ya yeyirik də onu yeməyə də qatması. İndi bunun xiyara niyə xiyar deyirlər? Həqiqətən çox belə çətin sualdır, amma mən indi o fikirləşim. Bəli. Belə də fikirləşirəm, belə xiyara xiyar deyərlər. Onun cavabı budur, xiyara xiyar deyərlər. Nəysə, o dördüncü suala keçək. Onda keçək dördüncü suala. Əzizlər, indi isə dördüncü suala keçirik. Dördüncü sual həqiqətən də çox çətin və insanı fikirləşdirən sualdır. İndi isə sualımı verirəm, hazırlaş. Bax, eşşək var ha, eşşək. Yəni bu eşşəklər niyə həmişə belə... Müəllim, eşşəyi bildiyim mənə nə tutub deyirsən, o tərəfə tut, istəyir o tərəfə. Sual verəm, mən əsəb başa düşməyim də, o mənə sual mənə. Hadi eşşəyi bildiyim mənə tutub demə. Bax bu eşşəklər deyirlər, yəni insan içində... Mənə tutub demə, ay qardaş, o tərəfə eşşək deyil. Yaxşı, indi verəm, həqiqətən. Eşşəklər niyə tərs olur? Yəni eşşəklər dediklərinə görə məsələn həmişə insan sığallamaq istəyir, birinin əlini dişləyir, birinə təpi vurur. Niyə eşşək kiməsə təpi vurur? Cavablandırın. Demə, eşşək sözü. Yox, sual verirəm, səhv başa düşməyin müəllim. Sualdır. Deyəkim.
Hələ eşşək idi elə. Onu başım bırak 5-ci suala keçiyor. Əzizlər, mən bilirəm eşşək niyə tərsi, belə adamlara görə tərs. Necə? Heç, yəni mən eşşəyin tərsi Onda keçək 5-ci suala. İndi isə keçək 5-ci suala. Keçək. Əzizlər, indi 5-ci sualımıza keçdik. 5-ci sual digərlərindən çətin və həm də fərqli sualdır. Çünki bu fərqli dillərdə, yəni sözlər deyəcək, olacaq mənasını deməyə çalışacaq. Hazırsınız? Bəli, hazıram. Şeyməli. İndi bu heyvan olur ha, bir dənə heyvan xoruz var ha. Heyvan xoruz. Bəli. Heyvan xoruz? Yox, istədim, yəni sualın başlığı var. Sualın başlığı elədi. Heyvan xoruza türk dilində nə deyirlər? Türkcə xoruz. Xoroz deyirlər. Sağ ol. Türk dilində xoroz oldu. Bəli, İndi bəli. bəs ingilis dilində nə deyirlər? Cook deyirlər. Bəziləri cook deyirlər ingiliscə. Bəziləri də elə bilər. Cook deyirlər. Bəs rus dili nədir? Mən də rus dilində xoruza nə deyirlər? Rus dilində p. Saqqaladan söz çatacağım. Verişdi o sualın başa bura. Yalan.